Evin girişinə ilk olaraq qalın kabel gəlməlidir. Burada ən azı 6 mm, daha yaxşısı isə 10 mm mis damarlı kabel istifadə olunur. Bəs hansı avtomatı qoymalıyıq? Adətən girişdə 32 amperdən 40 amperə qədər avtomat istifadə olunur. Bu həm kabelin yük götürmə qabiliyyətinə uyğundur, həm də evdəki bütün qrupları qoruyur. B tip avtomatlar isə daha həssasdır. Əsasən köhnə naqilli evlərdə və ya bağ evlərində istifadə olunur. Amma giriş üçün çox həssas ola bilər. Tez-tez atacaq. Ona görə də girişdə ən yaxşı seçim C tipdir. Yəni, belə başa düşək, girişdə nazik kabel və zəif avtomat olmaz. Çünki bütün evin yükü buradan keçir. İndi giriş avtomatından sonra gərginlik relisi qoyulur. Gərginlik relisi həm göstərir, həm qoruyur. Gərginlik normadan kənara çıxanda, məsələn 160-a düşəndə və ya 260-a qalxanda evi şəbəkədən avtomatik ayırır. Normaya qaydanda isə öz-özünə qoşur. Yəni həm termometrdir, həm də dərman verən həkim kimi. Problemi görür və tədbir görür. Sonra isə keçən dərsdə tanış olduğumuz təhlükəsiz söndürmə cihazı, yəni UZO quraşdırılır. Elektrik avtomatı naqili qoruyur, relə gərginliyi tənzimləyir. UZO isə insanı qoruyur. Sızma cəryanı olanda dərhal dövrəni kəsir. Bəs niyə relə UZO-dan əvvəl gəlir? Çünki gərginlik qalxanda və ya düşəndə UZO da sıradan çıxa bilər. Relə UZO-dan əvvəl olsa həm UZO, həm də bütün qruplar qorunur. Relə UZO-dan sonra olsa UZO qorunmamış qalır.